Mübariz yalandan deyir ki, bir müğənni ilə getmişəm salona. Allah'ın da olsun elə şey olmayıb. İndi də deyir ki, sən demirəm ki, heç başqasıyla da olmayıb. Mübariz, Quranan da olsun. Sən kimsən ki, səni kimsə özündən salona aparsın ki, gedək mənə zamin dur. Sən hələ elə bir sənin hörmətin varsa elə get altındakı maşını dəyiş də. Qındır günündədir. Hələ qalmışdı. Mənim üçün güya 50.000 sənə görə gözləyiblər. Nə günə qalmışam ay Allah. Kişinin ümumiyyətlə yanında olanı kişi danışmaz. Hələ olmayanı. Heç bu da olmuyor ama deyir də reklam qazanmaq istəyir desin. Yəni başqasıyla da olmuyor. Vallahi and olsun. Ben and içirəm. Çünki telefonda bir müğənni dostumuz xanım var. Onun adını çəkir. Deyirəm axı onda Qalinvagen deyil. Yalan çıxar, belə fikrə gedir. Ne inirsən deyirsən Allah deyir. Sənin ki adını çəkməmişim. Reklama görə sən bugün ondan o gün məsələn tutaq ki efirə çıxıram. Belə deyim, ya kimsə efirə çıxır. Orada indi gündəm yaransın deyə kiminsə xətrinə dəymək lazım olur. Bəs yaxşı, bu bir gün danışılacaq da. Mübariz, bu bir gün danışıldı, getdi. Sonra axı biz üzə gəlirik. Sən o vaxt uşaqların balaca kiçik toy olanda müğənnilərdən elə bir dənə mən getmişdim. Yəni, günün sabahı var. Sən bilirsən ki, səni insult vuranda da birinci gecə ilə mən getdim. Bir adam yox idi orada xəstəxanada. Mən idim orada. Axı, adam belə şey eləməz. Mənim düşmənlərimi niyə güldürürsən sən? Deyir, aha. Altda da bilsən nə yazırlar? Bu deyir elə qalma qaldadır. İndi deyəsən ki, yalancının ata batasına lənət. Məndə qalma qal varsa.